Mən bilirdim ki, məni oradan kəsə bilərlər. O prinsip məsələləri idi. Ümumiyyətlə musiqiçilərdə qısqanclıq var da. Yaxşı kamança çaldığıma görə biraz da qısqanclıq var idi. Deyirdilər başında ağ xal oğlan, biraz da qısqanclıq daha da çoxalırdı. Mənim atama eləmədiklərini, eləyə bilmədiklərini, hələ bir ki məndən əvəzini çıxırdılar. İstər konkurslarda, istər festivallarda mənə yer vermədilər. Bilirdilər ki, həmin konsertin finalına Ulu Öndər Heydər Əliyev gələcək. Neçəsi demişdi ki, Toğrula yüksək balı verir. Bir nəfər demişdi ki, yox, Toğrula o yeri verməyəcəm. Sonra açıldı bu söhbətlər necə olub. 1982-ci ildə martın 11-i Bakı şəhərində doğulmuşam. Musiqiçi ailəsində doğulmuşam. Atam Respublikanın əməkdar artisti Mir Nazim Əsədullayev. Anam Dilara xanım Əsədullayeva, o da kamança müəllimidir. Mənim atamla anam Asif Zeynalda bir oxuyublar. Bir ildə təhsil alıblar. Yəni orada tanışdıq falan. Yəni mən musiqiçi ailəsində doğulmuşam. Kamançaya da anamın təkidi ilə gəlmişəm. Atam istəməyib mən kamança çalan olum. Ümumiyyətlə musiqiçi olmağımızı istəməyib. İstər qardaşımın, istər mənim. Çünki bəlkə də bu musiqiçinin çətin olduğuna görə, musiqiçinin çətin, necə deyərlər, o dövrdə lap biraz da çətinliklər var idi. İstəmirdi ki, o çətinlikləri biz görək bəlkə də. Ona görə mənim qardaşım da Azərbaycanda ilk dəfə oğlanlar arasında kanon ifaçısıdır Elnur Əsədullayev. Yəni onun təhsilini alıb və Respublika qalibi olub, Tofiq Quliyev necə deyərlər, ona diplomu təqdim edib Şövkət Ələkbərova Tofiq Quliyev və atam qardaşımın professiyasını dəyişdi həkimliyə. Amma mənə eləmədi. Yəni eləmədi və anamın təkidi ilə mən kamançaya getdim. Yəni mən də istəmədən kamança çalan olmuşam da. Yəni uşağın arzusu nə olur? Həyətdə futbol oynayım, qaçım ora-bura. Yəni musiqidən potensial olub, musiqiçi kimi bir potensialım olub, yəqin ki, bir ata, ana, yəni qanda var. Amma sırf ki, kamançanı sevib gəlmişəm. Məsəl üçün, bəzi uşaqlar deyir ki, mən aləti sevib gəlmişəm, mən qaçdım, mənə tar düzəltdim, kamança düzəltdim falan. Məndə o işlər olmayıb. Mən, məsəl üçün, uşaqlıqda polis istəmişəm olub. Bəlkə də o vaxt gözlərim yaxşı görürdü. Yəni, nə bilim, nədirsə, həmişə deyirdim ki, polis olacam. Amma bu fikirdən daşındırıblar məni, qoyublar kamançaya. Mən belə bir başlıq çıxmışdı mənim haqqımda ki, o vaxt gizlinsə anamın kamançasını getirmişdim. Biz 5 mərtəbədə qalırdıq. Deməli, kamançanı götürdüm, kamançaya baxdım, gizlincə götürmüşdüm. Uşaq hələ də, olardı bir 4-5 yaşım. Kamançanın simlərinə barmağımla toxundum, barmağımı kəsdi. O məqalə başlıq çıxmışdı ki, bir zamanlar barmağımı kəsən kamança indi məni dünyalara çıxarır, yəni zirvələrə qaldırır. Belə bir başlıq çıxmışdı. Yəni ilk təhsilimi 12 nömrəli musiqi məktəbində almışam. Mənim müəllimim də, ilk müəllimim də anam olub. Dilara xanım. Yəni orada başladı mənə kamançanı öyrətməyə və belə potensialı gördülər və başladılar məni konkurslara, festivallara hazırlamağa. Filan günü filan yerdə olacaq, filan festivala gedəcək. Belə artıq hələ oldu ki, məktəbin öndə gedən kamançalanlarından biri oldum. Bizim də o vaxt Züleyxa xanım Vəzirova vardı, məktəbimizin direktorudur. Hər nə konkurs olurdu, mənim istəmədim, mənə birinci yazırdı ki, kamançada Toğrul olacaq. Ya hardansa qonaqlar gəlirdi xarici ölkələrdən, Üzeyir Hacıbəyovun ev muzeyində, indi Xalça muzeyidə, o vaxt Leyli muzeyi gedirdi. Orada, yəni belə artıq konkurslarda qalibiyyətlər falan. Yəni ən azı bir-ikinci yer hər zaman mən ifa edirdim, yerini tuturdum. Birinci, ikinci yerləri mən tuturdum kamançada. Sonra elə oldu ki, artıq 5-ci sinifi bitirəndə Asif Zeynal adına musiqi kollecinə verdim. Hindi musiqi kolleci də əvvəl musiqi texnikum idi. Hətta onu da deyim ki,
o qədər həyətdə oynamağı xoşlayırdım ki, biraz kamançanı az çalırdım. Hələ az çala-çala bunu eləyirdim də, bu işləri görürdüm. Anam mənə öz sinifindən çıxartdı, başqa müəllimə verdi. Adgözəl Əliyev bizim müəllimimiz. Ona verdi ki, uşaq biraz şey eləsin ki, qorxsun ki, düz gəlmir. Sizi videodan ayırdığımız üçün üzürlü sayılır. Sizdən kiçik xahişimiz var. Kanalımızın dəstəyə ehtiyacı var. Statistika göstərir ki, videolarımızı izləyən izləyicilərin böyük əksəriyyəti kanala abunə olmayan izləyicilərdir. Kanalımıza mənəvi dəstək üçün videolarımızı bəyənməyi, paylaşmağı və ən əsası kanala abunə olmaq kifayətdir. Yox, əgər maddi dəstək olmaq istəyirsiniz, ekranda gördüyünüz Patreon kanalımızın QR kodunu telefonunuzla oxudub bizə iyanə edə bilərsiniz. Təşəkkür edirik. Xoş izləmələr. Atamda ümumiyyətlə mənə evdə ya ümumiyyətlə dərs keçməyib. Azərbaycan Alanla Musiqi Kollecinə qəbul oldum. Orada qəbul olanda artıq biraz özümü yığışdırdım, yaxşı mənada da. Yəni artıq barışdım bu ilə ki, mən kamançaya gedəcəm də. Mənim başqa çıxış yolum yoxdur. Başqa sahəni seçmirəm, mən kamançaya gedirəm. Mütləq şəkildə mən artıq biraz özümü toparlamalıyam ki, daha yaxşı olum. Elə oldu ki, orada da təhsil ala-ala, orada da mənim müəllimlərim Adgözəl Əliyev oldu. Sonra Arzu Səlimov oldu kamançada. Sonra bir il Ədalət Vəzirov məndə, Allah rəhmət eləsin, əməkdar artistimiz Ədalət Vəzirova. O dərs keçdi, amma qalan illərimi muğamdan atam keçdi mənə. Mən muğam müəllimlərim, Ədalət müəllimim Mir Nazım müəllim oldu. Spes müəllimlərim də, not müəllimlərim də Adgözəl müəllimlə Arzu xanım oldu. Artıq orada da yenə də özümü doğrultmağa başladım. Yenə də konkurslara saldılar. Orada da konkurslarda yenə də qalibiyyət, məktəbin adını ucaltmaq, hər tədbirdə Toğrul, hər müşayiətə lazımdır Toğrul. Azərbaycanlı da seçilmiş bir kamançalanlardan biri oldum və çox qəribədir ki, mən qəbul olan ili Azərbaycanlıya bir dənə kamança qəbul olmuşdu. O da mən idim. 16 dənə tar, bir dənə kamança mən. Azərbaycanlının, yəni əsrin sonunda Azərbaycanlı adına musiqi kollecinin 100 illiyində bir dənə kamança qutarıb oranı, onu da mən qutarmışam. Başqa kamançalan olmadı həmin ili. 2000-ci ildə mən məzun oldum orada. Orada artıq oranın ikinci kursunda ümumiyyətlə məndə bambaşqa bir kamançaya sevgi yarandı. Artıq mən xanəndələrlə işləməyə başladım. Konkurslarda qalibiyyət, tədbirlər, artıq mənim yaxşı çaldığıma görə mənə bizim sənət adamları mənə el şənliklərinə dəvət edirdilər. Mənim üçün də bu böyük bir uğur idi ki, 16 yaşında uşaq, atası yaşında musiqiçilərlə el şənliyinə gedir. Yəni bu potensialı görürdülər məndə. Azərbaycanlıda bir ansambl var idi. Deməli Elxan müəllim Müzəffərov rəhbərlik eləyirdi. Biz o ansamblda da ən yaxşı uşaqları yığmışdı Elxan müəllim ora. Hələ bir ansambl düzəltmişdi ki, Elxan müəllim. Biz o ansamblla hara gedirdik, doğrudan da uğur qazanırdıq. İndiyə necə yadımdadır, Seri xalq artisti Lütfiyar İmanov gəldi, baxdı bizim ansamblə, dedi ki, mən bu ansamblla konsertlər verəcəm. Və belə biz Lütfiyar İmanovla bizim ansambl bir 4-5 yerdə Lütfiyar İmanovun solo konsertlərini verdik və onu bütün konserti biz müşahidə elədik. Bu da mənim üçün bir fəxrdir ki, o boyda Seri xalq artisti Lütfiyar müəllimi müşahidə edirsən. Ümumiyyətlə o vaxt məni Allah rəhmət eləsin, tez-tez Vahid Abdullayevin sinifinə gedirdim, oradan müşahidəyə. Əslində mənə lazım deyildi, mən işim deyildi də, yəni mən tələbəyəm. Sadəcə olaraq özümü daha da inkişaf elətdirmək üçün, öz sənətimi daha da inkişaf elətdirmək üçün, puxtələşdirmək üçün gedirdim o xanəndə, bu xanəndə. Deyənəcən yadımdadır, Vahid müəllim mənə artıq tədbirlərə başlayırdı aparmağa. Özü ilə gedəndə onun bir tarçalanları olurdu. Amma mən kamançanı mənə götürürdü. Halbuki mən onun övladı yaşında idim. Və indiyə necə yadımdadır, mən Azərbaycanlıya girəndə Adil müəllim var idi, Babayev. Bir dənə biz orkestra həmişə ikinci kursdan giririk. Mən yaxşı kamançı çalan olduğuma görə və bir dənə kamançı olduğuma görə məni hələ birinci kursdan orkestra qəbul elədi ki, sən orkestrda mütləq olacaqsın.
Yəni bax beləncik orada artıq puxtələşdim, tədbirlər, festivallar və indiyə necə yadımdadır, ilk el şənliyinə getdim. Birinci el şənliyim olub xalq artistləri Zabit Nəbizadə, Ağasəlim Abdullayevlə, indiyə necə yadımdadır, Binə qəsəbəsində. Mənə dedi, hə gedək. Sonra Axan Abdullayevlə oldu el şənliklərinə. Bax beləncik getdim. Balaca uşaq, 16, 17, 18 yaşında uşaq. Bunlar da sənətkarlar. Həm özüm fərəhlərim, uçuram ki, bunlarla mən səhnəyə paylaşıram, toya gedirəm. Həm də ki, həm özüm də başladım, necə deyərlər, pul qazanmağa. 98-ci ildə mən işə düzəldim. Elə öz oxuduğum 12 nömrəli musiqi məktəbinə. 98-ci ildə mənim əmək kitabçam açıldı. İndiyə necə də davam edir. Ya ilk əmək kitabçam 98-ci ildə açılıb mənim. Bax belə 2000-ci ildə artıq oranı bitirdim. Bitirəndən sonra da ki verdim ali məktəbə. Ali məktəbə də arzum idi ki, Bakı Musiqi Akademiyasına verim. Və əvvəllər konservatoriya gedirdi. Bir imtahan, 2 imtahan, 3 imtahan. Amma mən bilirdim ki, hər an məni oradan kəsə bilərlər. Bunu bilirdim. Çünki bəzi məsələlər vardı ki, ola bilərdi ki, mən buradan kesirim. O prinsip məsələləri idi. Mir Nazimin oğlu, onu da danışaram. Yəni, ümumiyyətlə musiqiçilərdə qısqanclıq var da. Mən də Mir Nazimin oğlu olduğuma görə biraz qısqanclıqla yanaşırdılar və yaxşı kamança çaldığıma görə biraz da qısqanclıq var idi. Amma belə xalqımız, yəni hansısa bir insan yolda keçən sevinirdi, məni görsün, onu eləsin, bunu eləsin. Amma musiqiçilər, bəzi musiqiçilər bir qısqanclıq var idi. Plus da ki, mənim saçımda ağ xal var idi. Artıq heç kamançalan deyəndə adımı da bilməsələr, deyirdilər başında ağ xal oğlan. Biraz da qısqanclıq daha da çoxalırdı. Mir Nazimin oğlu və onu hər dəfə deyirəm ki, ümumiyyətlə bəzi musiqiçilər deyirəm, mənim atama eləmədiklərini, eləyə bilmədiklərini, hələ bir ki, məndən əvəzin çıxırdılar da. Yəni, mən də bilirdim ki, hər an nəsə ola bilər və olurdu da. Çünki istər konkurslarda, istər festivallarda, yəni bir vermirdilər, ikinci yer verirdilər, məsəl üçün. Ümumiyyətlə də, yəni haşiyə çıxım, oradan heç yadımdan çıxmır. 12 nömrəli musiqi məktəbində idi. Təhsil alırdım 5-ci sinifdə. Qısqanclıqla mənə yer vermədilər. Yer verdilər, birinci yer vermədilər. Və birinci yer vermədilər və bilirdilər ki, həmin konsertin finalına Ulu Öndər Heydər Əliyev gələcək. Yəni, bunu artıq münsiflər bilirdi. Hətta münsiflərin neçəsi demişdi ki, Toğrula yüksək balı verir. Bir nəfər demişdi ki, yox, mən vermirəm. Toğrula o yeri verməyəcəm. Özü də kaman çalandı. Hətta dedilər ki, yox, bu olmadı. Dedi, mən kamançalara rəhbərlik eləyirəmsə, qiymət verirəmsə, mən verməməliyəm. Bunu da həmin münsiflərdə oturan insanlar, Allah ölənləri rəhmət eləsin, qalanları can salım, bunu hamını dedilər də. Sonra açıldı bu söhbətlər, necə olub. Hələ oldu ki, mənə yer vermədilər, mən düşdüm ikinci yerə və bizim musiqi məktəbi də ümumi məktəblər arasında düşdü üçüncü yerə. Həmin tədbirdə də minimum uşaq çalma, az bir uşaqlar çalmalı idi, birinci yerlər və hansısa məktəblər, yəni orada tək kamançadan getmirdi söhbət, vokal vardı, tar var idi, kanun vardı, ümumiyyətlə. Və indiyə necə yadımda, o şey mənə çox pis təsir elədi. Gəldik həmin konsertə, hələ bir mən oturdum, orada da hamı yoxlanır, pasportla 96-cı ildə içəri girmək falan. Heydər Əliyev əyləşdi, başladı konsertə. Amma mən əslində özüm ürəyimdə deyirdim ki, o səhnədə mən olmalıyam da, mən tamaşaçı qismində baxmamalıyam ki, məni də görsün Ulu Öndərimiz ki, o yəni bir stimuldur da mənəcimdə. Amma hələ oldu qismət olmadı da, yəni bunu da bilirdilər. Orada mən ifa eləmədim və Heydər Əliyev o konsertdən sonra bir çox uşağa, orada iştirak edən uşaqları qızıl kitaba saldı. Bizim qırmızı kitaba saldı və onlara təqaüd verdi.
Amma vaxt zaman keçdi, o dediyim kimi biraz da o şeyləri keçəndən sonra mən o tədbirlərdə iştirak elədim. Ulu öndərin də qarşısında çıxış elədim. Yəni mötəbər tədbirlərdə çıxış elədim. Yəni nailiyyətlər əldə elədim də. Vaxt vardı ki, məni elə qoymurdular, hansı bir sıxırdılar, arzularına çatmadılar. Deyir, Allah açan yolu heç kəs bağlaya bilməz. Ola bilər ki, sən burada mənə bir, necə deyərlər, sıxasan, məni qoymayasan, zaman gələr ki, başqa yerdən mən o işləri eləyə bilərəm də. Allah əsas odur ki, və onların o işinə görə mən daha da çox məsuliyyətlə yanaşdım ki, yox, mən bunu eləyəcəm. Mən çalacağam, mən səhnələri paylaşacağam, mən özümü doğruldacağam, Toğrul Əsədullayev kimi. Şükür olsun Allaha, belə böyüklüyü çıxmasın. Yəni nəyə qoydum, nəyə getirdim? 2000-ci ildə də bitirəndə bilirdim ki, nəsə olacaq. Ona görə də mən gizlincə, heç kim bilmirdi. Səhərlər gedirdim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin imtahanına. Səhərlər olurdu. Axşam gedirdim Bakı Musiqi Akademiyasının imtahanına. Bunda heç kimin xəbəri yox idi. Mən artıq İncəsənət Universitetinin imtahanlarını vermişdim. Çünki orada imtahan 3 imtahan idi, ya bilməm 4 imtahan idi. Konservatoriyada isə 5 imtahan idi. Baxdılar, boşum axırıncı imtahanda oradan keçmişdim artıq. Axırıncı imtahanda hələ oldu ki, mənim adım çıxmadı. Çıxmadı. Hətta biz apellyasiyada verdik. Apellyasiyada verəndə özdə həmin ili, indiyə necə yadımdadır, mən tək qəbulda tələbə kimi, abituriyent kimi yox, abituriyentlərin müşayiətçi kimi də iştirak eləyirdim. Hətta indiyə nə qədər yadımdadır, girdim zala, hamı orada oturublar, bütün hamı dedilər ki, Toğrul, bəs yaxşıyım, belə filan. Hətta bizim xanəndələr də müşahiət eləyib, bu hazır bir musiqiçidir. Hətta o münsiflər qayıdıb demişdi ki, bizim münsiflər ki, yəni doğrudan da yaxşıdır. Neçə illərdir belə hazır kaman çalan gəlmir. Nəsə orada bəzi problemlər oldu ki, alınmadı mənim akademiyaya girməyim. İmtahan verəndə mən kamançanı başladım çalmağa. Öz əsərlərimi başlayanda birinci əsəri çalan kimi mənə dedilər ki, saxla, bəs eləyir, kifayətdir, get 10 bal. Orada dedim, yox, mən çalmaq istəyirəm. Dedilər, yox, lazım deyil də, sən. Dedim, mən bütün əsərlərimi çalmaq istəyirəm. Orada hələ 4 ya 5 əsər idi, muğam idi. Muğam sonraki imtahanda. Onu da niyə görə elədim? Sözüncüsü, sabah deməsin ki, o bu uşaqlar ki, Mir Nazimin oğlu tapşırılmışdı. Bir dənə əsər çaldı. O da dedilər ki, bəsdir və ona 10 bal yazdılar. Ona görə özümü, işimi pirci tutdum. Bütün əsərlərimi ifa elədim. Zapis də var məndə evdə ki, sonra o sözü deməsinlər ki, yəni həm özümü qorudum, həm münsifləri qorudum ki, sabah şey eləməsinlər ki, Toğrul neynəsin. Hənsə, kəsildim axırıncı imtahandan, yazılı salfecadan. Əvvəl çox pis oldum, hədsiz pis oldum ki, mən niyə belə oldum. Hətta kimə deyirdim, inanmırdılar ki, necə Toğrul kəsilib, belə böyük bir ajartaj yaranmışdı ki, Mir Nazimin oğlu kəsilib. Deyir, Allah hər şeyin öz şeyinə qoyur da, necə deyim, yəni, çalış ki, yaxşılıq eləyəsən ki, yaxşılıq da qabağına çıxsın. Pislik eləyəcəksənsə, pislik də çıxacaq sənin qabağına. Həmin ili tələbə qəbul komissiyası balları qaldırdı. Yəni, qəbul ballarını qaldırdı. Qəbul ballarını qaldırdı. Əvvəl musiqiçilərə biraz güzəştlər var idi. Amma biz girən il qaldırdılar balları. Deməli, Bakı Musiqi Akademiyasına demək olar ki, nə qədər uşaq vermişdi, onun yarısı kəsildi. Tar çalanlar, kamançı çalanlar, hamı testdən keçmədi. Hələ oldu, mən də İncəsənət Universitetində testi verirdim. Məsələn, balım 30 bal keçərli idi, mən də 29 bal toplamışdım. O 29, mən də qaldım belə, keçmədim. Sonra baxdılar, gördülər ki, Dövlət İmtahan Komissiyası ki, bu şeydə çox nidabor var, həddindən artıq şeydir də, yəni uşaqlar kesilir. Bir ikinci tur elədilər ki, ikinci tur görək nə olur ki, kim az toplayıbsa, onlar girsinlər. Yəni 3-5 bal azaldaq. Hələ oldum, mən düşdüm. Sentyabrın 21-i İncəsənət Universitetinə qəbul oldum. Əvvəl
biz 1 sentyabrda gedirdik dərsə. Sentyabrın 21-i mən dərsə getdim. İndiyə necə yadımdadır, idman dərsi idi. Birinci getdiyim dərs. Yəni belə 4 il orada da İncəsənət Universitetində təhsil aldım. 2000-ci ildə artıq mənim səfərlərim başladı. Konsertlər, xarici ölkələrə səfərlər, artıq bizim o xanəndələr ki var idi. Dediyim ki, inandırım sizə ki, deməli böyük çıxmasın. Bir Hacı Baba Hüseynovu müşahidə eləməmişəm. Hacı Baba Hüseynovdan bu yana nə qədər xanəndələrimiz var. Yaqub Məmlimi, Axan müəllim, Arif Babayevi, Teymur Mustafayevi, Cənali Əkbarovu saydıqca Axan müəllim, yəni saydıqca qutarmaz, Sarıq xanım, başqa İlhamə Quliyeva, bunların hamını mən müşahidə eləmişəm. Və yəni bir var ki, hardasa gəlin müşahidə eləyim. Yox, dəfələrlə bunları müşahidə və dəfələrlə də mənə konsertlər deyiblər. Yəni mənim artıq səhnə fəaliyyətim doğrudan da bir necə deyirlər, belə alovlandı da yaxşı mənada. Belə artıq 2007-ci ildə muğam müsabiqəsi başladı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə. Onun da heç xəbərim olmadı. Dedilər ki, səni kamança salan kimi ora salıblar. Sağ olsunlar, ora kimin əziyyəti olub, kim ora bizi qəbul eləyibsə, Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Yəni belə sahiblə, dostum Sahib Paşazadə ilə başladıq o müsabiqəni. O müsabiqə də bizi üçün çox böyük bir tramplin oldu. Həm ümumi belə ifaçılıq baxımından. Çünki orada canlı yayım, xanəndələr, bir var peşəkar xanəndəni müşahidə edirsən, bir də var yeni qədəm qoyan uşaqları müşahidə edirsən. Peşəkar xanəndə ilə nə var çalmağa? Bu uşaqlarla çətindir. Belə artıq 5 müsabiqə mən orada çıxış elədim. Azərbaycan Milli Konservatoriyasına qəbul oldum müəllim kimi. Hal-hazırda da 2008-də qəbul olmuşam. Hal-hazırda oranın dosentiyəm. Və İncəsənət Universitetində də dərs deyirəm. Orada da bir müəllim kimi fəaliyyətim var və sevinirəm ki, bugün təhsil aldığım ocaqlarda bir müəllim kimi fəaliyyətim var. İstər Asif Zeynalda, istər Asifdə də işləmişəm. Yəni adama şərəfli olur da. Yəni özün bitirmisən bu universiteti, indi o universitetə müəllim kimi gəlmisən və müəllimlərinlə çiyin-çiyinə işləyirsən. Mənim üçün daha da biraz necə deyim, yaşıl işıqdır, yaxşı mənada desəm ki, oradakı müəllimlər məni əli içi kimi tanıyırlar ki, Toğrul kimdir. Cənab prezidentimiz sağ olsun, Allah can sağlığı versin, doğrudan da 2015-ci ildə mənə əməkdar artist fəxri adı verdi. 2015-ci ildə mən sənətşünaslıq və fəlsəfə doktoru dissertasiyamı müdafiə elədim. Sonra artıq 16, 17, 18, 19-cu illərdə mənə prezident mükafatı verildi prezident tərəfindən. Yəni dediyim kimi o vaxt vardı ki, mənə bəzi qısqanclıqlar olurdu. O qısqanclıqlar artıq barışdılar o qısqanclıqlarla ki, yox da biz mümkünatı yoxdur da saxlamaq. Çünki artıq bu özü doğruldur özünü də. Çünki min dənə şey deyə bilərlər ki, atasına görə getdi, atası dedi. İnandırım sizə hərdən olur ki, mesela atam deyir, mən 33 yaşında əməkdar artist fəxri adı almışam, atam 56 yaşında. Mənim atam əgər mənə üçün neysə xahiş eləsəydi, yəni eləyərdi də, hələ özü üçün birinci eləyərdi ki, onlar geçsin. Başa düşdünüzdən, yəni. İncəsənət Universitetinə deyirdim ki, deyinə mənə özüm bitirmişəm də buranı. Bəs mən orada dərs deyim də, deyir, mən nöşün deyim sən üçün. Mən demirəm sən üçün. Heç də demirdi. Sonra Allah can sağlığı versin bizim Fərəx Xaməliyevaya. Bizi rektor olan vaxt özü dəvət elədi məni. 2016-cı ildən oradan işləyirəm. Sonra bizim Allah can sağlığı versin Siyavuş müəllim Kərivi dəvət elədi məni. Yəni bunun mənim Mir Nazim müəllimə ümumiyyətlə aidiyyatı olmayıb ki, mənim məktəbə qəbulumda getsin, kiməsə desin, neynəsin. Yox. Belə xalq tərəfindən də sevilmişəm. Məsələn, mən fəxr edirəm ki, Bakının bütün kəndlərində, Azərbaycanın bütün bölgələrində tədbirlərdə, el şənliklərində olmuşam. Hələ tədbirlər var ki, məsəl üçün, onun evə getmişəm, deyib mənim övladımın toyunu, mənim toyumu deyir, aton çalıb.
İndi mənim övladımın toyunu sən çalırsan. Belə şeylər, yəni hətta əhd eləyənlər olub da, yəni bax bunun da məsəl üçün o Allah rəhmət eləsin Əlibaba müəllimə də o da deyirdi ki, məsəl üçün mənim o zamanım olub ki, mən həmin adamın toyunu çalmışam, sonra oğlunun toyunu çalmışam, sonra nəvəsinin toyunu çalmışam. Yəni şükür Allah o hal-hazırda onlar bizim də hal-hazırda başımıza gəlir də. Məsəl üçün vaxt olub ki, o gün bir dənə toyda idim. Oğlan uşağın kiçik toyunu mən çalmışam. İndi böyük toyunu çalırım. Yəni belə bir şeylər olur. Yəni mən ümumiyyətlə kamança ifaçısı olduğumdan fəxr edirəm. Çünki düşünürəm ki, hələ bir sənətlə məşğul olam ki, baş ucaldan sənətdir. Həm mən bu kamança sənəti ilə böyüyüb başa çatmışam. Evdə atam bizi bu ilə böyüdü, bu ilə oxudu, bu kamança ilə bizi yəni bu yerə gətirib çıxarıb. Sağ olsun dövlətimiz, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Gənclər Nazirliyi ümumiyyətlə doğrudan da mənə böyük dəstək. Mən yox, bütün musiqiçilərə də, üzdə olan musiqiçilər bunu hamı deyir. Üzdə olmayanlar da var ha. Yəni hal-hazırda bir kamança ifaçısı kimi Toğrul deyəndə kamança ifaçısı yada düşür, kamança deyəndə Toğrul yada düşür. Hal-hazırda məsəl üçün hansısa bir efirlər, bütün kanallarımız kamança deyəndə solo ifaçı kimi Toğrula zəng eləyək, Toğrul gəlsin. Yəni hansısa bir bizim dirijorlarımız dəvət edir, kamança deyəndə Toğrul yada düşür, gedirik hansısa ölkədə orkestrla ifa eləyib çalırıq. Yəni niyə mən bu ilə fəxr edirəm ki, özümü bir kamança çalan kimi, bir şəxsiyyət kimi formalaşdırmışam, doğrulmuşam. Çünki bu tək mən kamança, yaxşı kamança çalanamla deyil. Bu əxlaqın, tərbiyən, özünü aparmağın, hər şey burada rol oynayır. Mənim atam mənə indiyə necə yadımdadır, bax bu evdə, hələ bax bu yerdə oturmuşduq, televizora baxırdıq. Qayıtdı dedi, oğlum mən artıq kamançaya başlamışdım. Dedim artıq 2000-ci illərdir, 98-2000-ci illərdə toylara gedirəm falan. Dedi oğlum 3 şeyi yadında saxla. 1 puluma güvənmə. Mənim pulum var. Bir gücüvə güvənmə. Bir də ağlıma güvənmək. Məndən ağıllı adam yoxdur, məndən güclü adam yoxdur, məndən pullu adam yoxdur. Qarşıma olandan hamının ağıllısı da çıxar, pullusu da çıxar, güclüsü də çıxar. Yəni özünü həmişə balansda saxla. Bir də ki, lal ol, kar ol, kar ol. Çünki biz artıq evlərə gedirik, ev şənliklərinə gedirik, tədbirlərə gedirik. Lal ol, hər yerdə danışma. Yəni necə gəldi, gəlmədi, sözü gəldi, gəlmədi danışma. Kar ol, nə dedilər, məsəl üçün də orada hələ bir söhbət gedə bilər ki, sən el şənliyindəsən, ailədəsən, hələ bir söhbət gedər ki, bu sirrin buradan bayıra çıxmamalıdır. Sən də bunu kar kimi hələ bir ki, eşitməmisən. Kör ol da ki, sən evə gedirsən. Orada səni əgər çağırıblarsa evinə bir insan dəvət eləyibsənsə, onun ailəsinə sənə dəvət eləyiblərsə, deməli sən orada kör olmalısan. Başa düşürsünüz fikrimdə. Yəni ki, bir əxlaq, tərbiyə, ona görə mənə hələncik böyüdüblər. Düşünürəm ki, tək ifaçı olmağın yetərli dördə, bunlar da səndə olmalıdır ki, daha da yüksəklərə qalxasın. İlk növbədə mən məsəl üçün bu zonalıyam. Bizdə də kənddə nədir? Niyə görə sevirəm kəndlərimizi, ümumiyyətlə də Azərbaycanın bir çox yerlərində bu var, kəndlərdə особенно var, əsasən kəndlərdə çox var. Böyüyə kiçiyə hörmət. Məsəl üçün bizdə bu zonada gəlirdik biz. Mənim indiyə necə yadımdadır. 6 yaşımız var idi. Məhərrəm ayı idi, biz məscidə gedirdik. 6 yaşında uşaq. Gedirdik məscidə, moizələrə qulaq asırdıq və moizəyə qulaq asandan sonra gecə saat 3-də, 5-də bütün cəmaət məsciddən düşürdü, hərəsi öz evinə gedirdi və bilirdilər ki, bu filankesin oğludur, filankesin oğludur. Yəni 6 yaşına baxmayaraq, 7 yaşına baxmayaraq kənddə qorxum, hürküm, belə bir şeylər yox idi də. Hamı bir-birini tanıyırdı. Məsəl üçün kənddə gedirsənsə, tanıdın, tanımadın salam verirsən. Hər dəfə də deyirik ki, bu Allah salamıdır da. Onlar da sənə cavab verirlər. Bu ədəb ərkan ki var, Bakı kəndlərində böyüyə, kiçiyə hörmət, o qorunub saxlanmalıdır.
Mənim düşüncəmlə də. Çünki biz bunu belə görmüşük. İndi bəziləri fikirləşər ki, bu biraz böyük danışır, amma ki bizim də yetəri yaşımız var da. Yəni o deyir 50-yə haqlayırıq, az qalıb 50-yə deyir necə deyərlər. Biz o köhnə dövrün kişiləri belə çıxmasın, baxırsan görsən 40 yaşında deyiblər, ha bu kişinin sözü var, söhbəti var da, yəni. Yəni biz bunu görmüşük də kəndlərdə ki, bu birinci növbədə bir-birinə hörmət, diqqət olmalıdır. Bu da evdən gəlir. Evdə məsəl üçün biz görməmişəm ki, mənim atam gəlsin, mən oturum ayağımı aşırdım, stulda oturum. Ya ayağımı aşırdım, stulda oturum. Mütləq atam içəri girəndə biz onu qapıda qarşılamışıq. Biz atamızın yanında uzanmamışıq. Və hələnçində də mən hal-hazırda övladıma onu deyirəm ki, nə olsun mən sənin atonam, ya məsələn oturanda deyirəm biraz düzəl, babanın yanında başqa cür otur. Yəni qızım sənə deyirəm gəlinim eşit məsələsi söhbəti var da. Bir də məsəl üçün bizim ümumiyyətlə hər şeydə baxırsan görsən ki, nə deyirlər? Sürücü mədəniyyəti, ya mən nə bilim musiqiçi mədəniyyəti, mən nə bilim hər şeydə mədəniyyət durur da. Nə edirsən, hara gedirsən, bir də mədəniyyət var da. Əsas biz mədəniyyətimizi qoruyub saxlamalıyıq. Hələ bir musiqi parçaları var ki, ona heç qulaq asmağa dəyməz. Amma nə olsun ki, bəzi kanallarımızda o reklam olunur. Onlar da bəzi kanallara, onlar da deyirlər ki, məsəl üçün bu baxış sayına görədir. Amma biz o dövrdə də həll olub da, o dövrdə də kasetlərdə çıxırdı, hansısa bir bayağı bir Hind bayağı deyirlər, hansısa bir müğənni çıxıb, bir dənə kasetdə, onun kaseti əzbərdir, amma o efirə çıxmırdı. O efirdə təbliğ olunanda artıq cəmaət onu görür, istədi, istəmədi onu görürlər və onu da eşidirlər. Mən məsəl üçün bir mahnını gündə 10 dəfə sizin qulağınıza oxutsam, istər-istəməz şuuraltı sənin qulağında, beynində bu mahnı gezəcək. Ki bu mahnıdır da bu. Amma o oxunmasa heç yada da düşməyəcək. Şanlı qələbəmiz dövründə 20-ci ildə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, dövlətimizi qorusun, prezidentimizi qorusun ki, baxın bir dənə bizim o həmin efirlər gedirdi. Efirlərdə nə təbliğ olunurdu? Bizim ordumuz, bizim əskərimiz, bizim ümumiyyətlə mahnılar nə təbliğ olunurdu? Marş irəli, vətənpərvər mahnılar falan. Mən baxırdım, gördüm ki, bizim binada yaşayırıq şəhərdə də. Baxırdım, gördüm balaca uşaqlar əllərini belə qoyurlar, belə gezirlər ki, marş irəli, marş irəli. Təbliğ nə oldu? Bu təbliğdəndir də. Uşaq onu evdə bütün günü 24 saat hamımız televizorun qarşısında gözləyirdik ki, hansı qəsəbəmiz alındı, hansı şəhərimiz alındı. Həmin mahnılar gedirdi, vətənpərvər mahnılar gedirdi. Uşaq da onu görürdü, uşaq da onu oxuyur. Yəni biz özümüzü təbliğ eləsək, öz musiqimizi, öz mədəniyyətimizi, öz mədəniyyətdə hər şey var. Bu rəssamlıq da gedir, rəqs də gedir. Biz öz gözəl işlərimizi təbliğ etməliyik. Ona görə sizə təşəkkürümü bildirirəm ki, Miras kanalına. Dəfələrlə mən sosial şəbəkələrdə, YouTube kanalında izləmişəm. Mir Nazım müəllim də orada olub, Hacı Aqil də olub. Bir çox bizim yaşlı sənətkarlarımız, yaş qocaman insanlarımız orada olub. Yəni onlar da hamı siz də onu təbliğ edirsiniz ki, gözəl mədəniyyətimizi təbliğ edirsiniz. Yəni necə olmalıdır, böyüyə, kiçiyə hörmət, diqqət, onu təbliğ edirsiniz. Ona görə sizə dərin təşəkkürümü bildirirəm və hamı da dəvət edirəm ki, belə verilişlər daha çox baxsınlar ki, onların zövqü yaxşı formalaşsın. Çünki sizin kanalda bayalıqla, ya necə gəldi danışığa, kimdən gəldi danışığa yol verilmir. Hansısa bir lap bizim sənət adamlarının bir-biri arasında bir məzəli dialoqu da olsa, onu da verirsiniz. Amma o məzəli dialoqda etikadan kənar olmur. Yəni hər şey çərçivə şəklində bir necə deyirlər, anekdot kimi ruslar demiş, anekdot kimi bir məzəli bir şey olur, amma o da gözəl alınır. Ona görə sizə uğurlar arzu edirəm. İnşallah ki, xeyirli, uğurlu olsun, davamlı olsun, baxaq, zövq alaq.